Hansı məqamda hiss elədin ki, əziyyət çəkirsən, bil o məqamda Allahın əzizisən. Nə deyim başqa? Allahın əzizisən, əgər yaxşı qarşılayırsansa əziyyəti. Sənin Allah yanında əziz olduğun anlarda onun qədrini bil. Çətinlik, çəkən vaxt, qovrulan vaxt. Allah əziz tutur səni. Çünki sanki dırnaq arası deyirəm, özünü günahkar bilir, vay bəndəm əziyyətə düşür. Dünən də dedim, dünən ki, Allah sən əziyyətə salma. Bu nə deməkdir? Əziyyətə salırsan, bu yandan da deyirsən, vay, belə deyil. Bilirsiniz, yenə deyirəm, hər şeyin bir zati həqiqəti var. İnsan cənnət adlı yerə bunu keçməmiş gedə bilməz. Bu Allahın qüdrətinlə bağlı məsələ deyil, bizim tutumumuzun zəifi ilə bağlı məsələdir. Ona görə də bir mənada naçar qalır. Bir mənada bu yol adam keçməlidir ki, cənnətə. Deyə bilərsən ki, ay Allah, mən elə cənnətdə yaradardım. Vallahi mümkün olsaydı yaradardım. Hansı məqamda hiss